Ehtimal mövzusunu çox sevdiyinizi bilirəm. Ona görə də bu sualın izahını qaçırmayın deyirəm. Sualda deyir ki, hər birinin 5 seçim bəndi olan 20 testdən hər birinə təsadüfi olaraq cavab yazan Həsənin, yəni bir sözlə demək istəyir ki, Həsən imtahana cavab atmağa gedib, bütün testləri atır. Bütün tapşırıqlara eyni cavab seçməsi hadisəsinin ehtimalını tapın. Birinci gəlin elə fərz eləyək ki, Həsən elə hamısına deyir A yazıb çıxıram. Gəlin birinci A-nı tapaq, sonra da digər variantlar üzərində işləyərik. Baxın, bu testdə 20 dənə var test və hər birində 5 cavabdan birini seçə bilər. Əvvəlcə gəlin anlaşaq ki, kombinezon 5-dən 1, yəni 5 elementdən birini seçmək 5-ə bərabərdir. Ona görə mən hər dəfə 5-dən 1 yazmaq yerinə elə 5 yazacağam sadəlik olsun deyə. İndi 20 test var. Birinci test, ikinci test, üçüncü test. Təbii ki, mən 20-yə kimi düzəsi deyiləm və s. Bu da olsun 20-ci test. Birinci testdə 5-dən 1, 5 hal mümkündür cavab yazmağa. İkinciyə də 5 hal, 5 hal, 5, 5. Bu şəkildə gedir. Bu da bizə verir 5 üstü, bunlar toplanır üstləri. Hərəsindən bir dənə idi. 5 üstü 20 olur. Ondan sonra İndi gəlin tapaq ki, bu bizim bütün hallarımız idi da. Məxrəcə bütün halları yazmalıyıq. Surətə isə ancaq əlverişli olan. Əlverişli olan nədir? A variantını yazsın tutaq ki. Hər testdə bir dənə A variantı vardı. Ona görə bir də əlverişli halımız. Daha sonra bunu 5-ə vururam. Niyə 5-ə vururam? Çünki bunu mən B variantı üçün də yaza bilərdim. C üçün də, D üçün də, Y üçün də. 5 dənə bu ehtimalı toplamaqdansa elə birbaşa 5-ə vururuq. Burada da 5 üstü 20 ilə 5 üstü 1 ixtisar gedir. Qalır 5 üstü 19. Yəni 1 bölü 5 üstü 19. Bunu da testin cavabında tərsinə fırlayıb yazıb 5 üstü -19. Cavabımız oldu D variantı.